Bu sözü günümüzdə çox insanlar istifadə edirlər. Təəssüflər olsun ki, görürsən iş görür, Allah Məhəmməd ya Əli deyir. Nəsə bir maşına minir, miniyinə minir, Allah Məhəmməd ya Əli deyir. Nə bilim, təzə bir şey alır və yaxud da bir iş görəcək, Allah Məhəmməd ya Əli deyir. Və biz deyəndə ki, bu söz Allaha ortaq qoşmaqdır, yəni uca Allaha, yaradana şərik qoşmaqdır. Düzdür, sənin üçün sıradan bir söz gələ bilər, adi bir söz kimi gələ bilər. Deyə bilərsən, burada nə var ki, mən Allahı da çağırıram, Peyğəmbər də çağırıram, İmam Əlini də çağırıram. Amma məsələ budur ki, Allah Teala Qurani Kərimdə özünü çağırmağı əmr edir bizlərə. Özünə dua eləməyi və özünü çağırmağı. Quranda bir dənə ayə yoxdur ki, Allah Teala desin ki, məndən yanaşı başqalarını da çağırın. Amma Allah Məhəmməd ya Əli deyən insan burada Allahı da çağırdı, Muhammədi də çağırdı, Əlini də çağırdı. Yəni Allahla eyni tutdu. Yəni sən Allahı da çağırırsan, onları da çağırırsan və düşünürsən ki, Allah da səni eşidir və Allahdan qeyri çağırdıqların Muhamməd də, Əli də səni eşidir. Halbuki bütün çağırışları eşidən Allahdır. Bütün çağırışları eşidən, duyan yalnız Allahdır. Yəni Peyğəmbər də sağ olanda, İmam Əli də sağ olanda, onlar yalnız Allahı çağırırlar. Yalnız Allahı çağırırlar. Ölmüş, dünyasını dəyişmiş insanı çağırmırlar. Ona görə də bu sözü demək xətadır, olmaz. Bu Allaha ortaq qoşmaqdır. Sən bunu qəbul eləsən də, eləməsən də. Çünki yenə deyirəm, Qurani Kərimdə uca Allah özünü çağırmağı bizlərə buyurur, əmr eləyir. Məsələn, Qafir surəsi 60-cı ayədə, Bəqərə surəsi 186-cı ayədə. Ona görə də insan Allahı çağırmalıdır, Rəbbini çağırmalıdır. Allah Məhəmməd ya Əli demək xristianlara bənzəməkdir. Xristianlar da Allaha üçlük verirlər. Onlar deyirlər, müqəddəs ruh, ata, oğul. Bunu deyirlər, sən də deyirsən, Allah Məhəmməd ya Əli. Gör, oxşarlıq necədir burada? Sənin nə fərqin olur xristianla? Allahı çağırır, tək Allahı çağır. Yəni, ya Allah deyirən, Allaha çağır. Peyğəmbəri, İmam Əlini Allaha ortaq qoşma. Yəni, bu sözü sadəcə cəmiyyətimizdə yaşadığımız toplumda insanların çoxu işlədilər bu sözü. Geniş bir şəkildə video çəkdim ki, inşallah ki, fikrimi çatdıra bilim. Yəni, Qurani Kərimə görə bu söz Allaha ortaq qoşmaqdır. Yəni, Qurani Kərimə görə bu söz Allaha ortaq qoşmaqdır. Quranda Allah Teala yenə deyirəm, özünü çağırmağı buyurur. Yəni, yalnız Allaha çağırmağı, Allaha dua eləməyi. Və Allah Teala demir ki, mənim yanımda Muhammədi də çağırın, İmam Əlini də çağırın. Allah Teala Qafir surəsi 60-cı ayədə buyurur ki, Rəbbiniz buyurdu ki, məni çağırın, mən də sizə cavab verim. Bu ayə bəs eləmir. Ona görə də bu sözü demək xətadır, olmaz. Bu, yenə deyirəm, şirkdir. Yəni Allaha ortaq qoşmaqdır və bu da İslamiyyətdə, yəni İslam dinində ən böyük günahdır. Ən böyük günahdır Allaha ortaq qoşmaq. Yəni içkidən, zinadan, qumardan belə böyük günahdır. Allaha şərik qoşmaq.